Digər baş hakim Rəvan Həmzəzadədə. Onun startı səslənir və beləliklə Sabah Neftçi maçı start götürdü. İsayevdən Maluda istiqamət götürməyə. Maluda sürət yığdı. Çatdı topa Maluda. Bədəlov qarşısındadır. Maluda. Kim var burada ötürmə etmək üçün? Maluda. Bir qədər geri oynadı İsayev. Qapıya zərbə endirilir. Baxırıq bir daha. Oyundan kənarı vəziyyət yoxdur təbii ki. İndi Farad. Şinah ötürmə. Murad Məmmədov topladı. Murad. Çəkdi sol ayağına. Qapıya zərbə endirir. Qapçı yerindədir. Stas Pakakilov. Ötürmə gəldi qapı qarşısına. Davam deyir hakim. Qayda pozulmayıb. Oyun davam edir. Zərbə. Umar Ali'nin zərbəsini qapçı Piriç. Ötürmə. Qapı qarşıda gələn top başla zərbə. Top qapının üstündən keçir. Qeyri dəqiq alındı. Puxaçın ötürməsi və Mikelsin baş zərbəsi. Top qapının üstündən açdı. Metyo. Nitsa. Yaxşı ötürmə alın Dimad Farac. Gecikdi. Zedatka topladı. Zedatka'dan Simiç'e. Simiç! Və burada bu topu necə qapıdan keçirməmək olardı? Bəlkə də bu epizod üçün daha çətin olan nə etdi? Mikels. Baxırıq. Ayağını topun altına qoydu. Budur. Sako. Elle oyun var deyir burada. Bu az əvvəlki epizodun təkrarı. Və burada əvvəl dizə dəydi. Top dizdən. Abu Bakar. Solvet. Mani ola bilmədi amma azacıq da olsa dayandırdı. Farac. Farac qapıya bax. Zərbə endirir. Qapçı yerində. Elə də uyğun bir ötürmə deyildi. Maluda. İrəliyir. Sako. Solvet var idi. İndi İsayev. İsayev. Mikels. Mikels'dən Simiç'e. Yenə Mikels qapıya baxır. Zərbə endirdi. Piriç yerindədir. Yaxşı paslaşdılar. Mərkəzdən hücum davam edəcək. İsayev ondan ötürmə Simiç'e. Simiç çəkdi sol ayağına. Zərbə endirir. Amma qarşıda alındı. Top meydandan çıxır. İkinciden zərbə. Baxırıq epizodun təkrarına. Sek. Ribeiro. Puxaç. Lepinitsa. Mikels'i gördü. Mikels. Kimse var mı burada? Zedatka ve gol! 58. dəqiqə. Sabah hesab açır. Golun müəllifi Hakim Zedatka. 1-0. Baxaq bir daha epizodun təkrarına. Oyundan kənar vəziyyət yoxdur. Burada Bədəlov pozuldu oyundan kənar vəziyyəti. Nəzarətsiz qalan Zedatka. Təbii ki burada qapçı da götürməli idi bu topu. Koltuğun altından buraxır. Bir iş bu topu. Mikels'dən ötürmə. Və Zedatka hesabı açır. Sabah cari mövsümdə 20-ci qolu vurur. Buna da 19 dəfə fərqlənmişdi. Bu da 20-ci qol. Təzyiq var. Bu da vardan gələn görüntü. Lepinitsa. İsayev. İsayev'dən Puxaça. Puxaç. Mikels'e ötürmə. Oyundan kənar vəziyyət var ya. Bu sonra müzakirə olacaq. Mikels zərbə. Top qapıdan keçir. Amma bayraq havadadır. Bayraq havadadır. Epizodun bitməsi ilə yan xətt hakim bayrağını qaldırıb oyundan kənar vəziyyətə işarə edir. Oyundan kənar vəziyyət var idi. Mikels ötürmə anında rəqib müdafiəçilərdən öndəydi. Zedatka qarşısında Sambu zərbə endirir. Qapçı Pakatilov yerindədir. Simiç. Umar Ali. Yenə Simiç. Simiç'dən qapı qarşısına və ikinci top keçdi mi? Keçdi mi top? Yan xətt hakimi davam deyir. Davam dedi yan xətt hakimi. Out qərarı. Gözləyin deyir hakim. Baxırıq. Simiç'dən ötürmə. Qapçı.
çıxdı. Amma topu saxlaya bilmədi. Piriç burada baxırıq. Bax bu epizod buradan top xətti tam keçməmişdi. Xətti tam keçməmişdi. Piriç. Top xətti tam keçməmiş. Puhaç ötürmə Mikelsə. Mikels və gol! 76-cı dəqiqənin tamamı və Mikels. Hesap 2-0 olur. Puhaçı kimsə qarşılamadı. Lepinitsa meydanı tərk edir. Onun əvəzinə 6 nömrə Abdullah Haybullayev oyuna daxil olacaq. Vurulan qolun təkrarını bir daha izləyirik. (2-0) oldu hesap. Üzbəyüz qaldı qapçı ilə Mikels. Və beləcə hesabı 2-0'a çatdırır Sabah. Haybullayev indi xəyal topladı. Puhaç. Zərbə qapçı Piriç. Küncdən zərbə olacaq. Xəyaldan ötürmə. Haybullayev. Hücum davam edir. Mikels. Ayaz. Yine Mikels. Geri Ayaz'la oynadı. Ayaz'dan Mikels'e. Mikels geçti. Mikels. Baxırıq episodun təkrarına bir daha. Əlavə olunmuş. 3 dəqiqə başladı. Tellur. Mikels topladı. Mikels'ten ötürmə. Qapıya zərbə indirilir. Xəyalın zərbəsi dəqiqlik çatmır. Bu hesabla yekunlaşacaqsa bu Sabahın. Umarali. Haybullayev. Son saniyeler. Top meydandan çıxır. Hakim də saatına baxır. Və final fitni səsləndirir Rəvan Həmzəzadə.